Ziyəddin müəllim, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Biz elə eşitmək istərdik sizdən aparılan monitorinqlərin nəticəsini və nələr tövsiyə olunur ümumiyyətlə. Buyurun, sizdən eşidək. Bildiyimiz kimi həll olduğu kimi 2026-cı ildə deməli çimərliklər ərazisində monitorinqlər davam etdirildi və aparılmış monitorinqlərin nəticəsində dəniz suyu laborator instrumental müayinələri həyata keçirildi. Aparılmış müayinələrin nəticələrinə görə Bakı şəhərinin ərazisində fəaliyyət göstərəcək deməli çimərliklər bu Sabah rayonu ərazisində Şıx çimərliyi, Qaradağ rayonu ərazisində Sahil çimərliyi, Suraxan rayonu ərazisində Hövsan çimərliyi və Xəzər rayonu ərazisindəki Türkan çimərliklərində bakterioloji çirklənmə dəniz suyundan normaldan dəfələrlə artı olduğuna görə həmin ərazilərdə vətəndaşlarımızın çimməsinin qadağan olması haqqında qərar qəbul edildi. Eyni zamanda bilirsiniz, Respublikanın şimal və cənub rayonlarında çimərliklər mövcuddur və həmin çimərliklər yerləşir Lənkəran rayonunun ərazisində, eyni zamanda Xaçmaz rayonunun ərazisində. Hər iki rayonun ərazisində, Lənkəran rayonunun ərazisində 3 inzibati ərazidə, Xaçmaz rayonunda isə bir inzibati ərazidə deməli, vətəndaşların çimməsinin qadağan olması haqqında qərar qəbul edildi. Və qəbul edilmiş qərarların və hazırlanmış tərəflərin surətləri birbaşa icra hakimiyyəti başçılarına, eyni zamanda aidiyyatı orqanlara göndərilmişdir. Bəli, Təşəkkür edirik. Çox sağ olun Ziyəddin bəy.